Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in. Sallallahu ala seyyidina Muhammedin ve ehli beytihi tahirin ve la'netullah ala a'daihim a'da'allah ila liqa'illah amma ba'd. Allahumma vaffiqna lima tuhibbu ve tarda. Əqaiddən bugünkü bəhsimiz bizim şəxsiyyətlərlə fərqi yoxdur. Hər kim olursa olsun, insan əqidəsini düzəltməyi İslamda bəyənir ya yox. Şəxsiyyətlərdə fərqi yoxdur. Ya reklamla məşhur olur, reklama gedib bu adam, məsələn, haqq adam kimi məşhur edirlər bunu. Ya da yox, Allahın peyğəmbəridir, imamıdır. Heç nəyə baxmadan, bunlar hər nədədir, ləbbeyk demək olar, ya yox. Məsələn, şəxsiyyətlə həqiqəti tapmaq olar, ya yox. Söhbət budur. Hədislərdə oxuyacaq ki, xeyr. Hətta, burasını, sən, peyğəmbəri gərək sən peyğəmbərliyin, peyğəmbər olmasının dəlindən sabit olsun sənin üçün. Bu Allahın peyğəmbəri olması sabit olandan sonra buna sənin itaət eləməyin vacib olması dəlillə, yəqin və əqli şəkildə sabit olandan sonra sən ona itaət edə bilərsən. Öyle peyğəmbər, bu deyir ki, peki hər yerinə çoxun görmüsən, Ələskər, Məmmədskər, Zir, Zibil, hamısı özünü indiki zamanda peyğəmbər edirlər. Nə var benim? İndiki zamanda adam özünü Allah deyir. Rahatdır bu dəqiqə. Vergilər nazir pul almır o Allahdan peyğəmbərdən. Hərəsi özünü bir şey elan eləyir də. Məlum oldu. Bəs bunlar hətta Allahın özünün, biz indi bəhs ki gələcək qabaqda Allahın özündə dəlillər üzərindən qəbul etməliyik. Daha keçən dəfə gördük ki, dedi ki, hər şeyi ki qəbul edirik dəlil üzündən olmalıdır. Əql də bunu dedi, ayələr də dedi, hədislər də. İndi söhbət budur şəxsiyyətlə. Məsələn, bir nəfər müştəhiddir, düz adamdır ya, özü dəlillə bilir. Mən də məsələn, onun əli dediyini ləbbeydim, deyir yox. Əqidə bəsilsin, amma özünün əlində, çünki keçən dəfəki hədislərdə buna işarə var idi. Dəlilin olmalıdır, özünün dəlili olmalıdır. Peyğəmbər düz adamdır, çox gözəl. Allahın peyğəmbər itaət var, çox gözəl. Əvvəl sabit elə özün üçün bu peyğəmbərdir və buna itaət vacibdirsə, sən itaət et, ondan sonra ged ona. Yoxsa hər kim gəldi, hər necə gəldi, hətta düz adam olsa ona itaət eləməyin sənə vacibdir. Hədislərimiz də bunu deyir. Niyə? Adamı deyirlər ki, o nə deməkdir? Peyğəmbərdir, imamdır, onu qəbul eləməliydi. İndi məsələn, ya dərsimdə bu sözü kimsə eşidəcək, deyəcək, bu iş aldı da, bu necə, yəni, bu sualdır da, Peyğəmbəri də qəbul eləməyib, imamda da kimi qəbul eləyəcək? İmamların hədisindən indi oxuyacaq, bir hədisdə məlum olur. Görür ki, Azərbaycanda bəsəndilə bəziləri getdi, vəhhab oldu, bəziləri. Çünki bunlar imamları dəlil üzründən qəbul eləməyiblər axı. Elə bir seldir, gəlib, bunları da aparır bu şey. İndi vəhhabı ona bütünlə heç dəlil demir, nağıl danışır da, yalandan uydurur, böhtan atıb, nə. Ha, düzdür. Hardan düzdür? Sən üçün problemi hardadır bu adamın? Çünki bu nə peyğəmbərin, nə imamını dəlil üzründən qəbul eləməyib. Çünki boşdur, boş havadadır bu. Vəhhabı elə oradan getirir, bunu aparır dalayacaq. Kökü yoxdur bunun. Kökü olmayan şeyi külək tez aparır. Məlum. Onun imamlar deyir, hətta bizə əqidə bəsləməyiniz sizin dəlil üzərində olmalıdır ki, sabah yanında imam yoxdur, sabah yanında alim yox. Biri gəldi, külək kimi, fırtına, fitnə zamanı, sənin əlində dəlilin var, belə, üçün yəqinə çatmırsa, əlində dəlil var, üçün dəlil adam dəlillə bir şey getirəndə, o biri dəlilləri də araşdırır axı, müqabil dəlilləri ki, məsələn, filan kəs də imam ola bilməz, filan kəs peyğəmbər olur, onun dəlillərində adam araşdırır axı. Allah ola bilməz, Allah vücudu ola bilməz, onların dəlillərində adam araşdırır ki, o dəlil düzdür, bu dəlil düzdür, hansını əql qəbul edir sonra. Çünki sən o əvvəlcədən o dəlilləri özün də
Araşdırmısan, təhqiq eləmirsən, məlum. İndi biri gəlsin sənə, məsələn deyəndə, baxırsan belə, sözün tutardı, yadlar geç. Bir iş gündə alacam orada, sənin vaxtın burada alındı, mənə gidiş gündə alacağım, ged özü peşə sənət təhqiq eləməm. Çünki sən o dəlilləri bilirdin. Bir də görsən, elə adamlar olur ki, onlar ki, gəlib deyəndə deyir, valla 2-3 dənə şey var ki, sən nə qoydun, dəli onlar demədin, bu da deməliydin, demədin, yadından çıxırsan. Bu da görür ki, ben gəlmişim, buna təbliğ edilir, bu mənə də, mənim əqidəmiz mənə deyir. Üçün dəlillə olanda, o ağacın kökü möhkəm oldu, yerə bərk yapışdı da onu heç bir külək qoparda bilmir. İmam-ı Sadiq əleyhisselam hədisimiz var, ağa buyurur ki, mən dəxələ fi hadəddin bir-rical, hər kəs şəxsiyyətlərlə, insanlar, kişilərlə, yəni dinə, bu dinə, İslam dininə daxil olsa, əxrəcəhu minhur-rical kəma ədxəluhu fih, deyir, necə ki, bu dinə bunları getirmişdilər, elə bu dinə də bunlar çıxardacaqlar. Getirirlər ki, çıxardacaqlar. Hətta şiəçilikdə də bu müşkül var, ki, bir insan formalaşır, adamın zehnində, ona görə İslamda şəxsiyyət pərəstlik yoxdur. Hər kimliyin olursa olsun. Bizdə o boyda görünür, imamlar ki, məsumdur, o heç, yəqinə çatmışıq əqidədə. Müştehid başımızın tacıdır, amma saçdı, Allah eləməsin, tutardı, bizim cədai iş nədir o? O boyda adam heç nə olur bizim üçün. Çünki biz dinimizi şəxsiyyətlərlə getirməmişik. Amma indiki reklamlar nədir? Dini biz diqqət eləyik, söhbətin başqa yerlərə yozulmasın. Filan mərcə ilə tanınsın. Yox, bizdə elə bir şeyimiz yoxdur bizim. Dinimiz mərcənin getirdiyi dinlə, o dəlillər əsasında tanınmalıdır. Neyin ki, filan kesin, filan kesin. Və hətta, özən imam deyir, din necə ki, dinə getirir, elə dindən də bunlar həmin o kişilərin o şəxsiyyətlərindən çıxarlar. وَمَنْ دَخَلَ فِيهِ بِالْكِتَابُ وَالسُّنَّةِ, hər kəs deyir, Quran və sünnə, yəni kitab və sünnə əsasında, Quranda nə deyir adama? Qurana nə qədər ayəsidir? Tətəfəkkərun, təəqqülun, tətədəbbərun. Hədislər də bu barədə birinci kafi kitabını açsın, əql-ü cəhl bəhsinə, alim bəhsinə. Dünənlərin məclislərlə o hədisi oxuyurdum, Əmirəl-Möminlə. Deyir, o elmdə heç xeyir yoxdur zərrə qədər ki, o elmdə təfəhüm, düşünmək yoxdur. Sən bir elm alırsınsə, bir məlumat alırsan, onun barəsində düşünmürsənsə, o elmdə heç bir fayda yoxdur. Məlum? Yəni, hədislər də bizdə, kitab da bizi nəyə çağırır? Əqillə düşünüb dəlil əsasına. Deyir, hər kəs amma kitab sünnə ilə, dinə nəsə daxil olsa, zələtil cibalu qəblə ən yəzulə. Deyir ki, dağlar məhv ola, bunun məhvə aradan getməmişdən qopar. Mənası bu, məcaz dağların məhv olması, qiyamət qopar, amma bu din qalar. Dağlar hava qopacaq. İkinci də bu bir məcazdır ki, yəni o boyda möhkəm dağ yerindən qopa bilər, amma bunun dini qopmaz. Çünki Allah-u Teala dağları Quranda mıx hökmündə, yerə bir mıx mismar hökmündədir ki, yeri bunlar saxlayırlar da və illa dağ olmasa, heç kəs burada belə normal gün hamımız uçarıq. Yer kürüzdə bir adam qala bilməz. Nə ağır? Çünki küləkləri bunlar da, yer sürətlə fırlanır. Bilirsən nə qədər sürətlə fırlanır? Hesab kitab biz onu hiss eləmirik. Niyə? Allah ki müəyyən dağları, Allah ki dağları yaradıb, küləkləri tənzimləyirlər. Nə külək olursa olsun tənzimləyir. Və illa o dağlar olmaya, ya bir dənə dağ yerində olmaya, aləm məhv olar. Qiyamətdə niyə deyir məhv olacaq? Sürəti, yerin kürəsinin sürətini biraz da artıracaq ki, dağlar ona çevriləcək. Onu toz olub yox olacaqlar. Yer kürəsi onu ilə də məhv oldu.
Başqa bir hədisdə İmam Sadiq əleyhissalam buyurur ki, "Mən ərəfə dinəhu min kitabillah əzzə və cəllə zalatil cibalu qəblə ən yəzulə." Bu da məlum. Və mən dəxələ fi əmrin bi cəhlin xərəcə minhu bi cəhlin. Hər kəs cəhalət üzrində, yəni elm üzərində olmayan, əqli dəlillər üzərində olmayan bir şey qəbul eləsə, həmin şey elə cəhalət üzründən də nə olar? Tərk eləyər. Yəni elmi bir şey deməsələr də onu elə oradan çıxar. Əmir-el-Möminin əleyhissalam Xümeylə bu cümləni deyir. Köhnə məsələdir, bu cümləni deyir. Deyir, "Ən-nasu salasatun." Keçən dəfə biz Peyğəmbərlə İmam Sadiq ağadan oxuduq. Bu dəfə Əmir-el-Möminindəndir bu hədis. Deyir, insanlar üç dəstədir. Fəalimun Rəbbaniyyun. Rəbbaniyyun. Aha. Yəni ilahi bir alim. İlahi bir alim söhbətini burada niyə dedir? Alim Rəbbani. Çünki dəlillər üzərində Allahın qoyduğu nizam-nizam üçün dəlillərdir. Burada neçə dənə, bir kəlmə ilə ağa neçə dənə bəhsi cəm edir. Və mütəallimun alə səbili nəcatin, nicat yolunda, o qurtuluş yolunda olan mütəallim, yəni dəlil axtaran. Və həmməcun ria'un, keçən dəfə nə dedik? Zəlim min şeyzar. Mən sonra bir lüğət kitabına baxdım, İbn Əsir gördüm, həməci getirib deyib, kiçik ağız qənətlər olur, yapışdı, zəli ağız qənət, onlar. Bu milçək mənası da var, İbn Əsir deyir, ağız qənətlər. Bu şərhə, hədisə şərh bunun üçün getirir, bir ağanın təşbihi bundan ibarətdir ki, hədisə gördüm, bir alim şərh verir, deyir, buna görədir ki, ağız qənətlər nədir? Kiçikdirlər. Və bir dənə belə edirsən, barmaqlar üstünə qoyursan, məhv oldu da, ondan heç də qalmır. Əlinlə də belə edirsən, heç nə qalmır. Yəni, çox rahatdır onu məhv eləmək. Düz. Alim olmasın, mütəəllim olmasın, əlində dəlil olmasın, dəlil öyrənmək, səndə bu hissiyyat olmasa, səni məhv eləmək çox asandır. Çox rahatdır. Amma bu cür adamların bir xasiyyəti də var. Ağız qənətin nə işi var? Biri şirin yuxuda da işte hani bunun sesi adamı əsəbləşdirir. Düz. Şeydir, ağız qənət, yəni cahil ki oldu, bunun işəli vız, yəni sistemi bir-birinə vurmaqdır. Bu iki, üç balaca ağız qənətlər böyük, özlərindən böyük bir şey, istər heyvan olsun, istər olsun, onlardan qida alırlar. Yəni bunlar böyüklər olsun ki, onlardan bir şey alsın. Yəni bundan misal, bu təşbihi budur ki, yəni bu cür adamlar kimlərənsə bir şey alırlar, o cür yaşayırlar. Bunlara bir şey gəlməsə, bunlar yaşamazlar. Hədisin dalında imam özü də şərh verir. Dedi, o alimin təşbihi idi ki, dedi, Əmir-el-Möminin bunu bu mənada olsa, bu təşbihi bu mənalaradır. Deyir, ətba'u kulli naiqin yəmilunə mə kulli reyhin. Hər səsə gedərlər, hər külək bunları ora-bura aparar. Ağız qənəti görməmsən, külək gəlib aparır, hara gəldi. Uça bilmirəm, külək gəlib. Səsə gedərlər, ağız qənəti səsə gedir. Bunu bu yaxınlarda o naiq elmdə sübut olunub ki, insanın biz eşitmirik, qan damarlarımızda sesini eşidirlər. Ağız qənət o seslə, indi yazılar bilmirəm necə onu tapıblar, onu bilmirəm. Mən bir məqalədə onun 6 metr uzaqlıqda o sesi eşidir və eyni düz gəlir, həmin damarın üstünə yatır. O sesi biz eşitmirik, fəqət o ağız qənət eşidir. Ağa hədisdə gün 1400 il bundan qabaq həm əqidəvi məsələ çəkir, həm içində elmi məsələ var. Bizlər heç nə də, biz ağaların söhbətlərində biz deyirik ki, biz elə bir-birimizi dedik, bir-birimizi ayağın altından da. Deyir, hər səsə gedərlər. Bir, yəni öz eşitdiklərsə. Hər külək də onları Hər külək də onları aparar.
Sonra ağa deyir ki, ləm yestəzyi'u binuri ilmin, bunlar elmin nurundan heç vaxt işıqlanmazlar. Heç vaxt bunlar elmin nurunun altında, işığının altında yığışmazlar heç vaxt. Yəni bunlarda elmi bir söhbət heç vaxt sən bunlardan gözləmə. Yəni elmi bir dənə dəlil, neysə bir şeysə bunlardan gözünü əziyyətə salma. Və ləm yəlcu ilə rüknün vəsiq. Möhkəm bir söykənəcəyi yerlərdə heç vaxt onlarda olmayacaq. Da əzan oldu, mən bir dənə cümləni də deyirəm söhbətimiz sona. Deyir, Haris ibn Hud Cəməl müharibəsində gəlir Əli əleyhissalamın yanına. Deyir, Əlican, Kamir əl-Müminin. Qabağımızda gör kimlər dayanır? Təlhə dayanır. Peyğəmbərin səhabəsidir. Zübeyrə bax, Peyğəmbər Seyfullah demişdi ona. Seyful-İslam demişdi ona. Balaca ləqəbdir, buna Peyğəmbər bu ləqəbi verir. Allahın qılıncı. Bəli, Allahın qılıncı İslamı. Buna bax, Ayşə, Ümmül Mümini, Müminə Peyğəmbərin xanımı. Sən bizə deyirsən, bunlarla vuruşaq. Yəni, bunlar dindən çıxdı da, dində kim qalıb onda? Peyğəmbərin bu cür böyük səhabələri, Peyğəmbərin xanımı, ailəsi, sən bunlarla vuruş. Çox çətindir, bunlar neyi kafirdir? Sən deyirsən ki, bunlar yəni zəlalət üstündədir, dinlərini azıblar. Orada Əli əleyhissalam bir dənə hədis buyurur, çox gözəl. Deyir ki, la yu'raful haqqu bir-ricali. Həqiqət şəxsiyyətlərlə tanınmır. Bu bir də qanun. Ərifil haqqə. Sən özün əvvəl həqiqəti gör nədir? Təərif əhlə. Sonra əhlini tapıb tanıyacaqsan kimdir həqiqət, kimdir batıl. Kim haqdır, kim batıl. Onu sən tanıyacaqsan sonra. Elə biləm, bəsdir bu qədər. Elhamdülillahi Rabbil aləmin. Və sallallahu ala seyyidina Muhammed və alihi təhirin. Allahumma sallallahu.